Herkese salam, mən Fərid. Yeni videoya xoş gəlmisiniz dostlar. Bugünkü videomuzun konteksti bunlar YouTube-əni məhv edir. Yəni YouTube-a ziyan olan insanları göstərəcək. Əvvəlcə yəni yaxşı başlayıb, sonra YouTube-u yavaş-yavaş sayını çıxardanları göstərəcək. İlk öncə videoya keçmədən də hər kəs axıra kimi izləsin. Sonra fikirlərini tam çatdıra bilsin. Çünki elə insanlar var ki, videonu tam axıra kimi izləməmiş tənqid eləyir. Yox, sən filan sözü səhv dedin, sən filan şeyi səhv elədin. Ona görə zəhmət olmasa axıra kimi izləyin. Və axıra kimi izlədinizsə, video xoşunuza gəlsə, like, yorum atıb kanalımıza abunə olmağı unutmarsınız. İndi isə gəlin videomuza keçək. Axtarışa Zevs yazanda, yəni təbii ki, Azərbaycanda bir çoxların bildiyi YouTuberdir. Videolarını indi görürsünüz. Birinci ən köhnəni göstərim. Ən köhnə kontekləri görürsünüz. 3 manata ox hazırladıq. Kim tez dönər yer və bütün enerji içkiləri, iPhone 6, ən böyük heyl hazırladım və digər konseptləri görürsünüz. Bir-birindən qəşəng və maraqlıdır. Həqiqətən uşaq yəni əziyyətlə çəkirdi video. Zevs bu axır zamanlarda bilirsiniz YouTube-əni buraxırdı. Son videosu deyə video paylaşmışdı burada. Və sonradan Roşla bağlı həqiqətləri üzə açdı. Onun üçün də həqiqətən Zevsə təşəkkür edirik. Yəni Roşun kim olduğunu hər kəsə xatırlatdı. Sonradan isə onu təhqir edən insanlar haqqında video çəkdi. Yəni həqiqətən də YouTube-u bacaranlardan biri də varsa, həmin bacaranların içərisində birinci Harun Məmmədovdur və Zevs daxil etmək olar. Çünki həqiqətən onlar çox əziyyət çəkiblər. Azərbaycan YouTube üçün çox əziyyətlər çəkiblər. Harun Məmmədov özü dublajında olsun, Zevsin özüdəki fərqli içərik konseptlər gətirməkdə olsun da. Yəni xaricdən və digər xalqlardan YouTuberlərindən bir çox konseptlər Azərbaycan ölkəsinə gətirib, təbliğ edib və çəkib. Həqiqətən alqışlayıram. Yəni həqiqətən qəşəng konseptləri var. Əksəriyyət insanlar da onları izləyir, dəstəkləyir. Hətta Zevs YouTube-u buraxanda minlərlə insan Zevsə yazmış ki, qayıt. Və bildiyiniz kimi Zevs də qayıtmışdı və Zevs indi hələ YouTube-ya davam edir. Yəni qısa aralarla bir həftədən bir, 10 gündən bir videolar atır. Və YouTube üçün bir yaxşı bir şey də elədi Zevs. Bilirsiniz, YouTube-əni yox edənlərdən biri Roş Life idi. Və Roş Life, yəni bilirsiniz, əksəriyyət qurma videolar çəkirdi. Ona görə də Zevs bütün həqiqətlərin üstünü açdı. Həm də Zevsə qarşı bir video paylaşmışdı 2 ay öncə. Ona görə də Zevs bütün hər şeyin üstünü açdı və şikayət etdi. İndi hal-hazırda bilirsiniz ki, Roş Live video ata bilmir. Səhv etmirəmsə, yəni elədiyi şeylərin araşdırılması gedir. Zevsi də həqiqətən dəstəkləyirəm, özüm də çoxdan izləyirəm. Zevs də mənə YouTube gəlməyə hardasa 6 il öncə səsləyirəm. 5 il falan mən də izləyirəm. Həqiqətən qəşəng konseptlər var. Yəni Azərbaycan YouTube-unun inkişafı üçün əksəriyyət yaxşı şeylər Zevsdir. Həmçində Harun Məmmədov. Digər YouTuberlər də var, yaxşı YouTuberlər. Həqiqətən onları da alqışlayıram, dəstəkləyirəm. Amma təəssüf ki, bilirsiniz, Azərbaycan YouTube-ları səslənir. Nə qədər yaxşı video çəksinlər, təəssüf ki, YouTube önərsə belə Azərbaycanda dəstəkləyir, o qədər də o deyil. Ona görə də təəssüf ki, əksəriyyət YouTuberlər YouTube-u buraxıb və bir neçə il sonra qayıtmaq fikrindədir, ya da qayıtmayacaq bəlkə də indən sonra. Çünki daha asan platformalar var. Belə deyək, YouTube-da qabağa getmək üçün, pul qazanmaq üçün başdan başlayırsansa, ən aşağısı bir il yarım düzənli video atmalısan, pul qazanmaq üçün yox, sırf əyləncə məqsədi ilə pul xərcləməlisən və qabağa getmək üçün daim özünə dəstəkçi yığmalısan. Əgər yığa bildinsə, qabağa gedəsən, yığa bilmədinsə, təəssüf ki, Az-Tube qabağa getməyəcək. Neysə uşaqlar, video bura kimi idi. Dəstəklərinizi gözləyirəm. Sağ olun, salamat qalın.